Nə üçün İmam Məhdi Əcələllahu Teala Fərəcəhüş Şərif çıxışına İmam Hüseyni əleyhissalam yad etməklə başlayacaq? İmam Məhdinin Əcələllahu Teala Fərəcəhüş Şərif ilahi hərəkatı İmam Hüseynin əleyhissalam qiyamından ayrılmazdır. Buna görə də rəvayətlərdə bildirilir ki, o Həzrət zühur etdikdə əvvəlcə özünü insanlara tanıdacaq, sonra isə babası İmam Hüseyni əleyhissalam və onun məzlumiyyətini xatırladacaq. Beləliklə, Kərbəla hadisəsi onun dünyada ədaləti bərqərar etmək məqsədi daşıyan qlobal hərəkatının anlaşılması üçün başlanğıc nöqtəsi olacaq. Bəzi rəvayətlərdə nəql olunur ki, İmam Məhdi zühur etdikdə bütün dünya əhalisinə 5 nida edəcək və hər kəs bu nidanı öz dilində eşidəcək. O buyuracaq: Ey dünya əhli! Bilin ki, mənim cəddim Hüseyn susuz halda şəhid edildi. Ey dünya əhli! Bilin ki, mənim cəddim Hüseyni zülm və təcavüzlə əzdilər. Ey dünya əhli! Bilin ki, mənim cəddim Hüseyni paltarsız yerə uzatdılar. Ey dünya əhli! Mən qaim imamam. Ey dünya əhli! Mən intiqam alan iti qılıncam. İmam Məhdinin öz dəvətinə İmam Hüseyni yad etməklə başlaması göstərir ki, Kərbəla yalnız tarixi bir hadisə deyil. O, İmam Məhdinin qiyamının səbəbini bütün bəşəriyyətə tanıdan əsas ilahi məfhumdur. Zühur hərəkatı isə İmam Hüseynin qiyamının təbii davamı olaraq dünyada ilahi ədalətin tam şəkildə bərqərar olması ilə nəticələnəcək.